Sərnişin daşımalarda qaydalar sərtləşdirilir. Belə ki, ölkə daxili sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilib. Tələb olunan sənədlər əsasən məlumat xarakterli sənədlərdir. Böyük nəqliyyat vasitəsinin üzərində hüquqları müəyyən edən sənəd buraxılış vəsiqəsi alan şəxsə dair məlumatlar. Təklif olunan dəyişiklik buraxılış vəsiqəsinin əldə olunması üçün əlavə tələblərin müəyyən edilməsini nəzərdə tutur, hansı ki, bu tələblər sürücünün peşəkarlığının xüsusi hazırlıq keçməsinin, sürücülük vəsiqəsinin kateqoriyasının bu fəaliyyətlə məşğul olmağa uyğunluğunun, onun sağlamlıq vəziyyətinin və nəqliyyat vasitəsinin texniki vəziyyətinin qiymətləndirilməsinə xidmət edir. Qeyd etmək lazımdır ki, bu tələblər hazırda taksi ilə sərnişin daşımalarına və müntəzəm şəhər daxili, şəhərlər arası sərnişin daşımalarına icazə verilməsi zamanı mövcuddur. Qeyd edilib ki, sifarişli daşımalarda, xüsusən də sərnişin daşımalarında istifadə olunan nəqliyyat vasitələrinin orta yaşının 17,6 il olduğu nəzərə alındıqda nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi ilə həmin nəqliyyat vasitələrinin daşıma üçün təhlükəsizliyinə tam şəkildə nəzarət etmək mümkün deyil. Digər tərəfdən nəzərə alınmalıdır ki, ən çoxu 5 sərnişin daşınan taksi, minik avtomobillərlə dair texniki, daxili və xarici tələbatlarla bağlı tələblər olduğu halda, ondan çox sərnişin daşıyan sifarişli sərnişin daşımalarda bu tələblərin olmaması daha ciddi təhlükəyə yol açırdı. Eyni zamanda qanun layihəsi ilə ölkə daxili sifarişli daşımaların növü olan qeyri-müntəzəm sərnişin daşımalarına münasibətdə, eləcə də müntəzəm beynəlxalq və şəhərlər arası sərnişin daşınmalarına münasibətdə icazənin alınması üçün aşağıdakı icbari sığortaların olmasına təsdiq edən sənədlərin mövcudluğu tələb olunur. Hansı ki, bunlar avtonəqliyyat vasitəsilə daşınan sərnişinlərin fərdi qəza sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, təklif olunan digər dəyişiklik qeyri-müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki göstəricilərinin daxili və xarici tərtibatının müvafiq tələblərə uyğunluğu ilə bağlıdır. Dəyişikliklər çərçivəsində həmçinin daşıyıcı anlayışı dəqiqləşdirilir. Qanun layihəsi sərnişinlərin və yüklərin daşınmasında təhlükəsizlik səviyyəsinin yüksəlməsinə, keyfiyyət xidmətinin göstərilməsinə xidmət edir. Müxtəlif sığorta hadisələri zamanı sığorta olunanların, xüsusilə zərər çəkən sərnişinlərin qorunmasına və onların həyatına və sağlamlığına zərər dəyməsinə görə sığorta təminatı yaradır. Layihə səs verməyə çıxarılaraq 3-cü oxunuşdan qəbul edilib.